bura aiddir. Sərbəst testosteron lazım olanda bəzi hallarda ümumi testosteronda yoxlanılır, amma əsas kişi cinsi zəifliyində hormonların müayinəsi zamanı birinci yoxlanılır sərbəst testosteron. Çünki kişinin cinsi statusunu, cinsi səviyyəsini bildirən hormon, əsas hormon sərbəst testosterondur. Ondan sonra gəlir lüteinləşdirici hormon, yəni LH deyirlər buna, bu beyində, hipofizdən ifraz olunur. Bu hormon elə bir ki, xayaların işini tənzimləyir. Yəni, həmən hormonun miqdarından asılı olaraq biz xayalarda gedən prosesləri, xayalarda testosteronun əmələ gəlmə prosesləri barədə məlumat alırıq. Əlbəttə, bu hormonun miqdarından çox məlumatlar olur, amma indi cinsi zəiflikdən söhbət gedir deyənə, əsas bu məsələdə LH hormonu, yəni lüteinləşdirici hormon, xayaların işinə cavabdeh olan bir hormondur. Yəni, xayalarda testosteronun əmələ gəlməsi azalanda lüteinləşdirici hormon artır. Növbəti bir hormon yenə beyində, hipofiz vəzdə əmələ gələn prolaktin hormonudur. Buna belə deyək, süd hormonu da deyirlər. Yəni, süd əmələ gətirən hormon. Yəni, bu hormon çox ifraz olunduqda, əsasən hamiləliyin son dövründə qadınlarda ifraz olunur və bu zaman həmən qadında süd vermə baş verir də, yəni. Amma kişilərdə də bu hormon var, onun da müəyyən səbəbləri var, nə üçün o kişilərdə əmələ gəlir, az miqdarda kişilərdə də olur. Və o həmən hormonun miqdarı da artanda yenə cinsi zəiflik baş verir. Yəni, cinsi zəifliyin baş vermə səbəblərindən biri də bugünkü danışacağım halda prolaktin hormonunun artmasıdır. Prolaktin hormonu hipofiz vəzi deyilən bir vəzdən ifraz olunur. Bu, beynimizin ortasında bir balaca bir vəzdir, gilas çiyidi boyda bir vəzdir. Çəkisi yarım qramdır, amma insan orqanizmi üçün çox böyük əhəmiyyətə malikdir və çoxlu oradan maddələr buraxır. Hansı maddələr ki, insanı idarə edir, belə deyərik. O maddələrdən biri də prolaktin adlanır, süd hormonudur. O hormonun miqdarı artanda kişilərdə cinsi zəiflik olur. Hətta normanın yuxarı tərəfinə qalxdıqca hiss olunur ki, bu cinsi funksiyanı vurur bu hormon.